Salam dəyərli izləyicilər. Mən Pro İngilisli kanalının beynəlxalq IELTS sertifikatlı ingilisli müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the line of singular nouns. Təkdə olan isimlər sırasını seçin. A variantına baxsaq, courage, cəsarət təkdədir. Seasides, S cəmşəkisi qəbul edərək cəmlənmişdir. A variantını çıxdıq. B variantında competitions, S cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. B variantına çıxdıq. Bizdən tək isimlər istəyir. C variantında passage eyni qaydada S cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. C variantında çıxdıq. D variantında freshman təkdədir. Jogging təkdədir. Arrow təkdədir. Hər üçü təkdə olduğuna görə düzgün cavab D variantı. Y variantında geese cəmdədir. Tək forması goose. Ona görə də Y variantında çıxdıq. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız buraxılış, blok, MIQ, sertifikasiya və magistr istiqamətindədir. Hansı mövzu haqqında test izahı istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.